televiziyanın rəhbəri layihə orada yayımlanarkən bizə rejissorluq edən adama əl aldı və başladı qeyri-legal formada televiziyanın içərisində olan layihəni gözdən salmağa. Yadınızdadırsa, Meydan TV-yə və digər yerlərə Vüqar Qaradağlı materiallar ötürdü. Onun içərisində montaj materialları. Yaxşı, ondan sonra... O kadr arxası olan materiallar da həmin o dövrdə ilk ində söhbəti var idi. Bax, onu da həmin Vüqar Qaradağlı'nın özü ötürmüşdü Meydan TV-yə. Əlimdə faktlar var. Necə lazımdır ona mən sübut edə bilərəm. Nə üçün? Buradan açıq aydın görünür. Yəni, biz artıq yaşımız olan insanlarıq. Siz televiziya rəhbərliyi edirsiniz. Sizin televiziyada bu hadisələr baş verir. Düzdür? Necə olur ki, sizə milyon dolarlarla pul gətirən zamanında siz bunu qəbul edirdiniz? Amma layihəni bağlamaq məqamı gələndə siz birdən-birə həmin işləri qəbul etmədiniz. Özdə ki, orada nə var idi ki, həkim özü gəlib deyir ki, bu adamı sakitləşdirmək üçün buna bir kub iynə vuraq. Bunu biz deməmişik ki, mən və ya Xoşqədəm İlahət qızı təklif etməyib ki, həmin kadrlarda mən də varam. Bunu həkim təklif edib. İndi oranı da sizə danışım. Deməli, biz səhv etmirəmsə Rusiyadan bir adam tapıb gətirmişdilər. Bu, illərdir orada körpə atlarında yaşayan bir adam idi və çox böyük çətinliklərlə, çox böyük xərclərlə, hörmətli Xoşqədəm xanımın və bizim Rusiyadakı səfirimiz hörmətli Polad Bülbüloğlu'nun da sayəsində onun deməli, sənədləri düzəldildi, sonra Azərbaycana gətirildi. Burada reyting nəyin üstündə dayanıb? Bir dəqiqə bu çıxacaq öz qardaşları ilə, əzizləri ilə, qohum görüşəcək. Bütün bu əziyyətin bəhrəsi də bax bunun üzərində dayanmışdı. Bu xəstə adam olduğuna görə mən gəldim ki, mənim digər prodüser əməkdaşlar, köməkçilər dedilər ki, bəs bu özünü çox pis vəziyyətdədir. Yəni, başa düşürsünüz, efirə çıxacaq vəziyyətdə deyil. Mən hətta neçə insanlara dəvət edim, gördüm ki, bu alınmır. Yəni, bunun dəyişilməsi, paltalar falan, bunu heç kəs eləməyəcək. Ondan sonra mən özəl, deməli, bizim özəl çalışdığımız yerdən təcili tibbi yardım çağırdım və o onun həkimi təklif olub. Və həmin müddətdə də mediada yaydığına görə müəyyən qurumlar da gəldilər, orada araşdırma da etdilər. Və heç bir nəticəsi olmadı. Çünki gördülər ki, bunu həkim təklif edib və tam qaydalara uyğun. Yəni, sizin ürəyiniz gedəndə, siz özünüzü pis hiss eləyəndə sizə iynə vurmurlar. Hamıya vurulur da, düz deyil. Ona görə də yəni, o qədər absurd idi, o qədər və Allaha qurban olum, mənim o məktubumdan, həmin ki, o dövlət başçısına yazdığım məktubdan bir neçə həftə sonra Vüqar Qaradağlı özünün gətirdiyi adam vasitəsilə vuruldu. Elədiyi səhvlər səbəbindən vuruldu və televiziyadan uzaqlaşdırıldı. Özü də çox pis formada uzaqlaşdırıldı. İlahi təqdir.